Azerbaycan senin başın sağ olsun. 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 Ey usta senin yüzün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin yüzün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin yüzün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin yüzün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin yüzün al olsun. Benim varlığım. Yaşasın! Sen Azerbaycan. Sen yorulmazdın. Neden birden yoruldun? Sen Azerbaycan'ın igid balasıydın. Tanımı vurup koltuğuma dağlara çıkırdın. Üniversitelerde, evlerde, tepelerde, derelerde, törenlerde harda Azerbaycan adı gelirdi. Harda musiqi səsi gəlirdi. Harda Azərbaycandan difa səsi gəlirdi. Yəqin Ustad Həsən Dəmirçi Azərbaycanın böyük adlı insanının adı orada gəlirdi. Neden yoruldun? Neden toprağa gittin? Ama bizlərdə bu həqdir. Biz demərik öldü. Deyərik dünyasını dəyişdi. Həsən Dəmirçi yaşır. Həsən Azərbaycan yaşır. Niye ki milyonlar Azerbaycanlı yaşır? Ölmeyip ölmez. Dünya yaşar. Yolun qalar ki, istəklərin devamlı, musiqimiz, dilimiz, mədəniyyətimiz, bunlar hamısı Azerbaycandan qalxır. Mədəniyyət də bizimdir, yazılar da bizimdir, musiqi də bizimdir, danışıqlar da bizimdir. Ama faşisti fikirləşmirik. Demirik hamıdan yuxarıyıq. Ama deyirik tariximiz var.
kültürümüz var, geçmişimiz var, özümüzün dilimiz var, varlığımız var. Ben çağırıram Həsən Ağa'nın bir değerli, biz hamımız birbirimize kardeşiz, bacıyıq, yolumuz, istəklərimiz birdir. Ama bugün mikrofon arkasına çağırıram Həsən Ağa'nın bir çok yakın yoldaşı, sırdaşı, fikirdaşı, kardeşi Üstad Xaltabadi mikrofon arkasına gelir. Yaşasın Azerbaycan! İstemeyen kör olsun. Çok aziz, değerli arkadaşlarım, yoldaşlarım, bacı kardeşlerim. Ben Həsən Ağa'yla 30 ile yakındır. Can bir, yol bir, fikir bir, yoldaş olmuşam. Ağır günlerde birlikte geçirmişim. Dəmirçi, eşqə düzgün qalmayan alçaqdan alçaqdır. Bu eşqin yollarında qoy vurulmuş dara eşq olsun. Eşq olsun. Və eşq olsun Həsən Azərbaycana. Dedi və düzgün qaldı. Sabit qaldı. Sözündə, işində, düşüncəsində. Həsən Dəmirçi bir ailənin yox, Təbrizin yox, Azərbaycanın yox, bəlkə Türk dünyasına şərəf verən bir şəxslərdəndir. Niyə ki, hamımıza böyük dərs verdi. Millətçi və millət. Hünər aləmində, musiqi aləmində yarattı, yaradanlar yarattı. Zərafət və incəlik hünər aləmində, sərtlik, sarsılmamazlıq və dayanış, direniş mədəni mübarizə aləmində. Bu ikisini paralel apardı qabağa. Heç bir nobrisinə bahane tutmadı oportunistik davranışlara. Həm zaman həm Həsən Azərbaycan sazla, tarla, sözlə oyatdı, direndi. Həm milli mücadilə və milli mübarizə ərsəsində. Və təbiidir, Təbrizə bu yaraşır. Təbrizə Səttərxanlar doğulmaq yaraşar. Bağırxanlar yaraşar. Təbrizə Həsən Azərbaycan doğmaq yaraşar. Və doğacaqdır. Kuşku olmasın. Kimsə könlündə sönməsin. Millərcə Həsən Azərbaycan var. Bu torpaqlarda əgər keçmişdən yaşayıb və yatıblarsa, bugün bu toprağın üzündə olanlar, gənclər bunu çox yaxşı düşünürlər. Və mən yenə təkrar edirəm, bu gözəl şeiri keçmişdə əgər olubsa, gənclərimizə xüsusən, bastığın toprağa, bastığın yerlere toprak diyerek keçmə, tanı. Düşün altında kefensiz yatanı. Düşün altındaki minlərcə kefensiz yatanı. Sen şehit olursan, incitme yazıktır atanı. Verme dünyaları alsan da o cennet vatanı. Kim bu cennet vatanın ırgına olmaz ki feda? Şüheda fışkıracak, toprağı sıksan şüheda. Canı canı. İstemeyen kör olsun.
olsan da xuda, etmə gil tək vətənimdən məni dünyada cuda. Dalqalan, dalqalan göydə şəfaqlar kimi, ey şanlı hilal! Əbədiyyən sənə yox, ırqıma yox izmihlal. Haqqıdır haqqa tapan millətimin cahu cəlal. Həsən Azərbaycanın vəsfində gözəl böyüklərim, əzizlərim vurdular. Həsən Azərbaycanı hamı tanıyır. Tanınmışı tanıtdırmaq, tanıtdırana xas bir şərait yaratmaz. Amma mən fərq onu yazıram. Həsən Azərbaycanın, burada bir söz gəldi qabağa. Mən Buğra'nın, o sözü Buğra'nın mütləqən xoşgönüllü olduğunu biləyəm, amma bunu deyim. Kimsə minnət qoymasın Həsən Azərbaycanı burada və qəti hünərməndanda bastırıb. Həsən Azərbaycanın bastırılacaq yeri və ağırlanacaq yeri Məqbərət-ü Şüərə idi. Və təbiidir. Həsən Azərbaycanı 2 il bundan qabaq dustaqlarda işkəncə altında saxlayanlar mütməyindən gərək bunu biləcəklər ki, onlar bu məclisi müdürət eləyəlməzlər. Arkada təhdid, icazə verin, öz məsuliyyətimdən, tamamən öz məsuliyyətimdən. Mənə deyiblər, və buradan soruşuyam. Sözü tutarıyam. Son olaylar və bu Həsən Azərbaycan da ruhu inşa edər. Çünki onun canı, ruhi Azərbaycanın irəliləməsindəydi, milli hərəkətin irəliləməsindəydi. Azərbaycan haçan susmağın və haçan qalxmağın çox yaxşı bilir. O, Azərbaycan milləti bugün bunu başarmayıb, tarix boyu başarıdır. Kimsə sevinməsin 4-5 dənə köpük təki və Hubabi hərəkətin ardına düşmədi Azərbaycan, xüsusən Təbriz başda olmaqla. Oturdu və fikir eləsin ki, Azərbaycan susmağın zəifindəndir. Yox, bu eyni qüdrətdir. Eyni cəhddir. Və Azərbaycan hər meydandan, hər fürsətdən, hər meydandan yararlanıb öz gücün görsənəcək. Eşitəklər hansı alternatiflə məşğullar onu bilsinlər. Özlərinə rəbti vardı. Azərbaycanın təhvil alternatifi var. Milli hərəkətin cızıqlarını riayət edərək azadlığa doğru getmək. Məsalçıyıq, məsalçı! Millətçiyik, millətçi! Məsalçıyıq, məsalçı! Millətçiyik, millətçi! Məsalçıyıq, məsalçı! Millətçiyik, millətçi! Kəsinliklə bugün o düşüncəylə ki, haçan oturub və haçan duracaq və haçan hansı işləri görəcəklə davranan gənclərimiz özəlliklə və bu gənclərlə yanaşı bizim gənc qızlarımız və bacılarımız və analarımız nə edəcəklərini daha yaxşı bilirlər. Hər bohran gəlsə, Azərbaycan köpük dörsün üzündə, Azərbaycan çim dörsün üzündə, Azərbaycan milləti minlər illər tarix və kökü vardır. Hər mehinəngərimizlə, hər balaca suyla, selinlə yerindən oynamayacaq. Azərbaycan milləti bu kəz quşqusuz ki, öz yolunu tapacaq və irəliləyəcək və qayi azadlığına çatacaq. Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Yaşasın azadlıq! Və yaşasın Həsən Dəmirçinin yolunu devam eden insanlar. Həsən Dəmirçilər yaşadılar, bize ders verələr. Yaşamadılar, fəxr qazanalar. İndi biz onlara fəxr eləməliyik ki, belə insanlarımız möhkəm dayandılar, satılmadılar, sarsılmadılar, məqama, şöhrətə qorxmadılar və bu günləri bizi onların ulu ruhi yığıb bir yerə. Baxuz, əzəmət buna deyər.
böyüklük buna deyər və millət buna deyər. Onlar ki, bəzi məsaillərlə məşğuldular. Mərdum budur, sevgi budur, məhəbbət budur. Həsən Dəmirçini sevmək budur. Niyə? Çünki saf, sadiq, şərəfli və sarsılmaz Azərbaycan uğrunda əlindən gələni etdi. Mən saylaşdırmayam. Çox da incitməyəm burada. Saxlanmayam sizi. Başınız olsun. Azərbaycanın başı sağ olsun. Yaşasın Azərbaycanımız və özgür Azərbaycanımız. Yaşasın! Yaşasın! Yaşasın özgür! Millətçiyəm, millətçi! Nə solçuyam, nə solçu! Millətçiyəm, millətçi! Nə solçuyam, nə solçu! Millətçiyəm, millətçi! Nə solçuyam, nə solçu! Ölümün gücü, aziz dostlar. Ölümün gücü el yeridir. Mərdin kervanı başladı dalıncan el yeridir. Yaşasın Azərbaycan, yaşasın Həsən Azərbaycan. Yaşasın! Azərbaycan sən mənim, hürriyyətim can şöhrətim. Azərbaycan sən mənim, hürriyyətim can şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adım mənim öz adımdır, sensiz benim ne kıymetim. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa Azerbaycan. Sabilerin kör nefesi, nefesimiz o beşlerin. Sabilerin kör nefesi, aklımızda yaşar bizi. Babaların ayak sesi, aklımızda yaşar bizi. Babaların ayak sesi. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa.